Salam dostlar. Bugündən etibarən Shortcast adlandıracağımız yeni bir rubrikaya start veririk. Belə ki, bunun hər epizodunda məşhur bestsellerlərdən oxuduğum konseptləri sizlərlə bölüşəcəm. Bugün isə Britaniyalı araşdırmacı jurnalist Matthew Syed'in Black Box Thinking kitabının əsas özəyini təşkil edən qara qutu nəzəriyyəsi haqqında danışmaq istəyirəm. Müəllif ilk öncə iki fərqli düşüncə tərzi arasında paralel aparır. Bir tərəfdən dəyişməyə açıq olan, inkişafa meyilli olan growth mindset, digər tərəfdə isə bunun tam əksi olan stabil fixed mindset. Talant, istedad uğur qazanmaq üçün önəmlidir, amma kifayət etmir. Mütləq şəkildə həm insanlar, həm şirkətlər səhvləri analiz etməli və onlardan nəticə çıxartmağı öyrənməli və bunun ətrafında mədəniyyət qurmağı bacarmalıdır. Yalnız bundan sonra growth mindset haqqında danışmaq olar. O, bu fikrini daha yaxşı izah etmək üçün iki fərqli industriya, aviasiya və səhiyyə arasında maraqlı müqayisə aparır. Yazır ki, 2013-cü ildə təyyarələrlə daşınan insanların sayı 3 milyarddan da artıq olsa da, həyatını itirənlərin sayı cəmi 210 nəfər olmuşdur. Lakin aviasiyanın ilkin dönəmlərində bu rəqəmlər tamamilə fərqli idi. Məsəl üçün 1970-ci illərdə əgər hər 1 milyon uçuşa 5-6 ölümcül qəza düşürdüsə də, indi bu hər 1 milyon uçuşa birdən də az qəza deməkdir. Yaxşı, bu rəqəmlərin bu qədər yaxşılaşmasının səbəbi nədir? Təyyarədə olan qara qutular. Belə ki, hər dəfə qəza olandan sonra təyyarədə olan qara qutular tapılır. Orada olan faktlar soyuqqanlı şəkildə analiz edilir və növbəti dəfə bu səhvin təkrarlanmaması üçün konkret addımlar atılır. Səhiyyədə isə mənzərə biraz daha fərqlidir. Orada hər hansısa bir ölümcül xəta baş verdikdə real səbəbi tapmaq daha çətin olur. Çünki təbii olaraq, instinktiv olaraq insanlar səbəbi daima kənarda axtarırlar, öz nüfuzlarını qorumağa çalışırlar. Matthew Syed'in də qeyd elədiyi kimi bu özü bu fixed mindset-in bir göstəricisidir. Nəticələr isə dəhşətlidir. Kitabda qeyd olunduğu kimi, Amerika Birləşmiş Ştatlarında hər il qarşısı alınması mümkün olan səhvlərdən həyatını itirən insanların sayı 400 minə bərabərdir. Bu, hər gün 2 ədəd təyyarənin yerə düşməsinə bərabər olan bir rəqəmdir. Ümumiləşdirsək, aviasiyada baş verən hər qəzadan sonra qara qutuya, yəni faktlara, səhiyyədə isə insanın təbii özünü müdafiə instinkti ilə əhatələnmiş subyektiv fikirlərə istinad edilir. Müəllifin vermək istədiyi mesaj sadədir. Uğura gedən yol səhvlərdən qaçmaqdan deyil, onu analiz edib ondan nəticə çıxartmaqdan keçir. Sonda bir maraqlı məqamı da vurğulamaq istəyirəm ki, Black Box Thinking mənim üçün təkcə bir nəzəriyyə deyil, o eyni zamanda Vimarkın korporativ mədəniyyətinin əsas sütunlarından da biridir. Belə ki, Vimarka gələn hər bir yeni əməkdaş ilk gündən anlayır ki, iş ərzində səhvlərin olması normaldır, amma biz mütləq şəkildə etdiyimiz səhvləri analiz etməliyik, onlardan nəticə çıxartmalıyıq, nəticəni də digərləri ilə bölüşməliyik ki, növbəti dəfə eyni səhvin baş vermə ehtimalını daha da azaldaq.